Tez oynamaq lazımdır. Qapıya doğru zərbə. Gol! Gol! Ruslan Abuşov! Ruslan Abuşovun qolu! Ruslan Abuşov! Milli komandamızın futbolçusu! Ruslan Abuşov Xəzərlənkəran komandasının üzvü bu oyunda hesabı bərabərləşdirir. Qapçımız Səlahiyyət Ağayev topu oyuna daxil etdi. Və hesab açılır. Rauf Əliyev görüşün 5-ci dəqiqəsində milli komandamızın heyətində gözəl qol vurdu. Əhsən! Azərbaycan futbolçuları hesab açırlar və azarkeşlərimizin sevinçləri var. Möhtəşəm bir qol. Gözəl bir qol qarşılaşmanın 5-ci dəqiqəsində. Gözlənilməz bir qol oldu. İzləyirik təkrarı. Doğrudan da gözlənilməz bir qol oldu. Gəlin izləyək. Gözəl bir qol oldu. Qapçı da sanki bu qolu gözləmirdi və izləyirik hücumun ardını. Rauf Əliyev, Qarabağ komandasının forvardı. Möhtəşəm bir qol vurur. Doğrudan da hamımız üçün, mənim üçün də gözlənilməz oldu. Və milli komandamız Belfastda qarşılaşmanın 5-ci dəqiqəsində Aras meydanda saxladı. Meydanda saxlaya bildi topu Aras. Abdullayevin ötürməsi. Abuşov! Bu komandaya gol vurmaq olar, hətta qalib də gələ bilərik. İnanaq buna. Futbolçularımız ən çox inansınlar buna. Çünki meydanda hazırda onlardılar. Rauf Əliyev, Abuşov, Abuşov. Top rəqib futbolçu edir. Hücum davam edir. Rahid Əmirquliyev. Və gol! Gol! Mükəmməl bir gol Ramatqanda. Azərbaycan komandası hesab açır. Bəli, bunu bildirmişdik. Gol vura bilərik. Rahid gələ bilərik və Rahid bunu tamamladı. Dudavat meyustu. Gol! Bütün Ramatqan sustu bu goldan sonra. Sevilən tərəf fizik azarkeşlərimizdir. Baxmayaraq ki, səfərdə oynuyoruz. Həqiqətən də bu komandanı məğlub edə bilərik. Rauf Əliyevin və Ruslan Abuşovun fəallığı sayəsində hücumumuz davam etdi. Rahid Əmirquliyev mükəmməl bir gol. Mükəmməl bir gol. İkinci isə Bravo! Əla başlayırıq. Ruslanın qüvvətli zərbəsi Albermandan qayıtdı və bu Rahid Əmirquliyevin yubiley qarşılaşmasında ilk qoludur. 30-cu oyununda ilk özü də necə qol? Necə qol? 35 yaşlı Duda Avatı belə məyus edir. Mükəmməl qol. Bravo Rahid. Şimali İrlandiya qarşılaşması təbii ki, heç-heçə bizə sərf etmir. Çünki belə olan halda biz Şimali İrlandiyanı turnir cədvəlində qabaqlaya bilməyəcəyik. Çünki hal-hazırda Azərbaycanın 5 xalı, Şimali İrlandiyanın 6 xalı var və bu arada Araz Abdullayev onun ilk dəfə belə sürətli şəkildə cinahdan irəliləməsinin şahid oldu. Rauf Əliyev. Rauf Əliyev ötürməsi qapıya doğru. Gol! Nəhayət ki, Rüfət Dadaşov öz sözünü dedi. Baksel Arena stadionunda sevinci görməyə dəyər hörmətli tamaşaçılar. Azərbaycan 1, Şimali İrlandiya 0. Rüfət Dadaşov fərqləndi. Rüfət Dadaşov Kaiserslautern komandasının futbolçusu. Yenə də gözlənilməz bir hücum, yenə də cinahda oynayan futbolçularımızın fəallığı və Rauf Əliyev tələsmədi. Ağıllı ötürməkdir. Gəlin baxaq təkrara. Gözəl qoşuldu. Araz Abdullayevin ilk təhlükəli və gözəl keçidi komandamız üçün qolla nəticələndi. Əhsən Araz. Çox gözəl baxıldı Rauf Əliyevə. Azərbaycan 1, Şimali İrlandiya 0. Oyun davam edir hələ ki. Rauf Əliyevin pressingi var. Qazanır pressinglə topu. Ancaq Gerro. Qayda pozulur və qərar bizim lehimizədir. Qırmızı vərəqə. Bəli, qırmızı vərəqə. Rauf Əliyevə qarşı kobud oyun. Oyundan qovulan futbolçu isə Jonathan Evans. John Evans'dan heç gözlənilməz bir hərəkət idi bu. Belə peşəkar futbolçudan belə bir hərəkət bizim lehimizə olan daha bir qərar. Və cərimə zərbəsi hesabı artırmaq üçün gözəl bir imkan. Gəlin izləyək. Kim vurur? Mahir Şükürov. Yerlə zərbə indirmək olar. Yoxsa orada kim var? Cihan Özkara da var deyəsən. Xeyr, Mahir Şükürov vuracaq.
Mahir Şükürov və gol! Əhsən! 2-0, Azərbaycan 2, Şimali İrlandiya 0. Mahir Şükürov qol vurdu. Fərid, nə demişdik? Belfastdakı oyuna Gözəl əla bir cavab. cavab. Bəli, oyun Mükəmməl başa qol çatdı. oldu. Çox gözəl bir sonluqla, İrlandlara gözəl əla bir cavab. sonluqla və bugün Bir də ikinci izləyək. qolu biz izləyirik. Mahir Şürovdan gözəl bir zərbə. Qapçının olduğu Yaxşı mövqedə. bacarır. Mahir belə zərbələri yaxşı bacarır. Hörmətli tamaşaçılar, milli komandamız azarkeşlərə minnətdarlığını bildirir. Azarkeşlər və biz də Tüm onlara komanda minnətdarlıq irəli. bildiririk çünki Bərabərlik qolunu vurmaq üçün əla fürsət. Standart vəziyyətdirsə hər şey ola bilər. Qısa ötürmə ilə Qara top oyuna daxil etdi. Mahir Şükürovun qapı qarşısına ötürməsi. Başla zərbəsi! Bu da Berti Fox'un değişikliği. Vagif Cavado. Əla Şükürov, əla Cavado. Hesab 1-1. On nəfərlə oynayan Azərbaycan fərqlənir. Əla, əhsən uşaqlar. Bir də baxırıq. Şükyrovun yenə özünə məxsus ötürməsi. Vagif Cavado 1-1. Əla. Bu hesabı artıq qoruyub saxlamaq lazımdır. Bu hesabı qoruyub saxlamaq lazımdır.